Binəqədi rayonunda yerləşən otellərdən birinin həyətindəyik, daha doğrusu onun çöl tərəfindəyik və bir neçə dəqiqə bundan əvvəl burada bədbəxt hadisə baş verib. Belə ki, buranın 4 əməkdaşı məhz bu dəmir pilləkəni daşımaq istəyərkən çöldə yerləşən elektrik naqillərinə toxunub və nəticədə onları elektrik cərəyanı vurub və onlar dördünün də həyatını itirdiyi bildirilib. Bununla yanaşı əraziyə baxsaz görə bilərsiniz ki, ərazi kül içindədir, his içindədir və hətta buradan tüstü də çıxır. Pilləkənin təkərləri əriyib, bəs bu hala düşüb. Toxunmamağa çalışacağım. Operatorumdan xahiş edəcəm, yaxından göstərsin ərazini. Yenidən xatırlatmaq istəyirəm ki, 4 nəfər əməkdaş olub. Onlar buranın işçisi ərazisində yerləşdiyimiz otelin əməkdaşları olublar, ofisiant kimi fəaliyyət göstəriblər. Birinin 18, birinin 19, 20 və 27 yaşı olub və hazırda təəssüf ki, onların həyatını itirdiyi deyilir bizə.